Deməli, belə bir video qabağıma çıxdı ki, Şəkinin deputatı Vüqar İskəndərov efirlərin birində ölkədə baş verən iqtisadi narazılıqların, sosial rifahın az olmasının və hətta qonşu Gürcüstan və Ermənistana uduzmasına cavab verə bilməyərək söhbəti dəyişərək bildirib ki, bəs Azərbaycan ölkədə, ümumiyyətlə dünyada sabitlik üzrə birinci yerdədir. Ən sabit dünyanın ölkəsidir. Belə bir iddia əsaslandırıb. Buna sözümə qarantiya ilə deyirəm, dünyanın ən sabit və stabil ölkəsidir. Bir nömrəli. İstəyərdim o iddianı rəsmi statistik rəqəmlərlə nə qədər doğru olub olmadığını sizə göstəreyim. İlk növbədə əgər deputat ümumiyyətlə ölkədə cinayətkarlığın, hər hansı bir silahlı insidentlərin olmaması baxımından deyirsə ki, ölkədə sabitliyi var. Azərbaycan dünyanın ən sabit ölkəsidir. Burada da yalan danışır. Çünki biz indi bax ekranda görürsünüz, Numbeo Analitik Mərkəzinin Crime Index ölkələr üzrə cinayət indeksi 2024 adlı bir araşdırması var və ölkələri gördüyünüz kimi qırmızı rəngdən yaşıl rəngi olaraq rənglərə bölüb və reyting müəyyən edib. Qırmızı o deməkdir ki, cinayət səviyyəsi yüksəkdir, yaşıl odur ki, cinayət səviyyəsi azdır, aşağıdır. Və hətta bu cədvələ belə baxsaq, biz nə görürük? Yəni baxın, nümunə olaraq qırmızı rəngdə olan ölkələrin crime index, yəni cinayət indeksi 75.38. Məsələn, bu haradır? Cənubi Afrika Respublikasıdır. Başqa bir qırmızı olan ölkəyə baxaq, Əfqanistan görürük. Əfqanistanda 78.33. Yəni 100-ə rəqəm nə qədər yaxındırsa, demək ki, cinayət indeksi o həmən ölkələrdə daha yüksəkdir. Yox, rəqəmlər 0-a yaxındırsa, demək ki, cinayət indeksi daha aşağıdır. İndi gəlin yaşıl rəngdə olan ölkələrə diqqət yetirək. Elə bizim ölkəmiz Azərbaycanın göstəricilərinə baxaq. Crime Index 31.56. Nisbətən yaşıl rəngdədir, açıq yaşıl rəngdədir. Bu deməkdir ki, cinayət indeksi Azərbaycanda daha aşağıdır. Amma deputatın dediyi kimi ən sabit, ən aşağı göstərici bizdədirmi? Təbii ki, xeyr. Yəni bizdən aşağı da olan kifayət qədər çoxlu ölkələr var. Elə çox uzağa getməyək, qonşu Gürcüstanın göstəricilərinə baxaq. Yəni bizdə 31,56-dır. Gürcüstanda isə 26,5. Baxın, Azərbaycanla arada təqribən 6-7 punkt fərq var. Yəni mən hələ çox uzağa getmirəm. İnkişaf etmiş Finlandiya, nə bilim İslandiya və digər ölkələri demirəm. Məsələ qonşu Gürcüstanda olan sabitlik Azərbaycandan daha yüksəkdir. Yəni bunu mən demirəm, bunu beynəlxalq təşkilatların hazırladığı raportlar, hesabatlar deyir. Yəni qonşu Gürcüstanda olan sabitlik Azərbaycandan daha çoxdur. Biz hələ öz qonşu ölkəmizdən qabağa keçə bilməmişik. Öz Cənubi Qafqaz regionumuzda lider ölkə deyilik sabitlik üzrə durub deputat Vüqar İskəndərov Azərbaycanı dünyanın ən sabit ölkəsi elan eləyir. Yəni görürsünüz nə qədər absurd bir iddiadır və nə qədər rəqəmlərə əsaslanmayan, sadəcə deputatdır, Yeni Azərbaycan Partiyasını təmsil edir, hakimiyyəti təmsil edir, çıxıb efirdə boş-boş nə gəldi, rəqəmlərsiz, subutsuz, faktlarsız, yalnız danışmaqla məşğuldur, amma reallıqlar, faktlar, hesabatlar isə bizə tam əksini deyir. Gəlin digər ölkələrə nəzər yetirək. Daha bir ölkə, məsələn Sloveniyada da indeks 24,21-dir. Bu da kifayət qədər sabit bir ölkədir və reytingdə Azərbaycandan da öndədir. Digər ölkə Niderland, Hollandiya 26,35. Daha bir keçmiş postsovet ölkəsi Estoniya, Crime Index 23,80. Yəni kifayət qədər yaxşı rəqəmdir və Azərbaycandan da öndədir. Finlandiya 26 təqribən 10,3. İslandiya 25,5. Özbəkistan, hətta bizim yaxınlığımızda olan Türk Dövlətləri Təşkilatının üzvü olan Özbəkistanda belə Crime Index 30,53-dir ki, bu göstəricilər Azərbaycandan daha yaxşıdır. Yəni demək ki, Özbəkistanda belə sabitlik Azərbaycandan daha yaxşıdır. Yəni deputatımız bəyən bunları bilmirmi?
Digər ölkələrin də statistikaları ilə dediyim kimi Numbeo Analitik mərkəzinin saytına daxil olaraq baxa bilərsiniz. Yəni düzdür, ümumilikdə götürəndə Azərbaycanın göstəriciləri yaxşıdır. Azərbaycan bu baxımdan təhlükəsizlik baxımından, cinayət indeksi baxımından ümumi olaraq yaxşı göstəricisi olan ölkələr sırasındadır. Amma deputatın dediyi kimi də ən yaxşısı deyil, birincisi deyil və hətta yaxın qonşu ölkələr Özbəkistan kimi, Gürcüstan kimi ölkələrdən də bu göstəricilərdə hələ də biz geridəyik. Yəni ki, bunlar ümumiyyətlə fərqli sahələrdir. Bəli, sabitliyimiz yaxşı ola bilər, yaxşı da olmalıdır. Amma ki, bu ona əsas vermir ki, digər sahələrdə, digər sferlərdə, iqtisadiyyatımızda, insanlarımızın sosial rifahında, sosial durumunda vəziyyət pisdirsə, qeyri-adekvatdırsa, biz başqa bir göstərici ilə buna bəraət qazandıraq. Sanki baxın, filan şeydə bizim göstəricilərimiz pisdir, amma digər şeydə yaxşıdır və bununla da övünmək məntiqə və sağlam ağla söykənmir və doğru deyil.